Sevirəm səni vətən, anam qədər. Sevirəm səni Azərbaycan, qundaqda cənnət qoxan körpəm qədər. Bura Ağdamdır. 30 il işğal altında qalan, viranəyə çevrilən, daşı daş üstündə qalmayan şəhər. Bu şəhər indi yenidən canlanır, qurulur, dirçəlir, əvvəlki ruhunu, nəfəsini geri qaytarır. Artıq şəhərin mərkəzində 2-ci yaşayış kompleksi insanların istifadəsinə verilib. Müasir üslubda inşa olunan bu kompleks təkcə binalar toplusu deyil, həm də dədə-baba yurduna qayıdan insanların ümid və arzularının birləşdiyi nöqtədir. Hazırda Ağdam şəhəri 2-ci yaşayış kompleksindəyik və burada həyata keçirilən bütün layihələr ağıllı şəhər layihəsinə uyğun şəkildə icra olunub. Burada əhalinin rahat və təhlükəsiz yaşaması, əlçatanlığın və rahatçılığın təmin olunması üçün müxtəlif sosial obyektlər də tikilib. Kompleks ərazisində məktəb, bağça, tibb məntəqəsi və inzibati bina da fəaliyyət göstərir. 11 məhəllədən ibarət olan bu şəhərcikdə yeraltı avtomobil dayanacaqları, velosiped zolaqları, geniş yaşıllıq zonaları və uşaqlar üçün idman meydançaları salınıb. Ağdamda ən sonuncu gün 23 iyul çıxan ailələrdən olduq. O gündən vətən həsrəti ilə böyüdük. Yuxularda getdik Qarabağımıza. Şükür bugün realda Qarabağımızdayıq, realda Ağdamdayıq. Çox gözəl hissdir. Şükür bu günümüzə, gör bizi hardan, bizi bu günəşliyə çıxardan prezidentimizə qurban olun. Allah onun atasına, anasına rəhmət eləsin. Allah şəhidlərimizə min rəhmət eləsin. Bu günlərim gəlmişik Ağdama. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugünkü binaların sayəsində biz buradayıq, bu doğma vətəndəyik. Şəhərin dirçəlişini təkcə yeni salınan məhəllələr, tikilən təzə binalar simvolizə etmir. Həm də o məhəllələrdə yaşayacaq, gələcəyə böyük ümidlər bəsləyən insanlar tamamlayır. Ağdamın mədəni və intellektual bərpasının rəmzi də həmin nəsillərin yetişəcəyi təhsil ocaqlarıdır. Ağdamda Böyük Qayıdış proqramı çərçivəsində təhsil infrastrukturunun bərpası və yeni təhsil ocaqlarının yaradılması prosesi sürətlə davam etdirilir. Şəhərə qayıdan sakinlərin övladlarının təhsil alması üçün ən müasir standartlara cavab verən yeni təhsil ocaqları yaradılır. Müasir standartlara uyğun yenidən inşa edilən Ağdam şəhəri 1 nömrəli tam orta məktəbi həm memarlıq görkəmi, həm də texnoloji təchizatı ilə seçilir. 960 şagird yerlik bu təhsil müəssisəsində geniş və işıqlı sinif otaqları, müasir laboratoriyalar, idman və aks salları da mövcuddur. Hazırda məktəbimizdə 100-ə yaxın şagird təhsil alır. O şagirdlərin təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olur. Müəllimlərin hər biri işində peşəkar, sertifikasiyadan yüksək bal toplamış müəllimlərdir. Köç artdıqca mütəmadi olaraq uşaqların da sayı artır. Şagirdlərimizin də, valideynlərimizin də, müəllimlərimizin də, həmçinin özümün də əhval-ruhiyyəsi həmişə çox yüksək, adaptasiyamız çox rahat. Yəni elə sanki illərdir buradaymışıq. Bu müasir təhsil müəssisəsinə yeni nəfəsi isə hər sinif otağından eşidilən sevinç sədaları verəcək. Həmin sədaları Ağdam düz 30 il gözlədi, ta ki bu günlərə qədər. Çox sevinç hissi keçirirəm, çünki 30 il torpaqlarımızın həsrətini çəkmişik. Mən də müəllim kimi öz vətənimdə, öz torpağımda müəllim işləməyi çox arzulayırdım ki, mənə çox qürur hissi verir ki, bugün mən doğma torpağımda öz şagirdlərimizə təhsil verirəm. Çox xoşbəxtəm ki, 1 nömrəli məktəbdə oxuyuram və bura mənim ata-baba yurdumdur və çox sevincliyəm ki, mən burada oxuyuram. Təsəvvürlərimin çox daha üstündədir. Müəllimələr, yəni məktəb, şərait, hər şey çox yaxşıdır. Çox sevincliyəm ki, buranın ilk sakinlərindən, məktəbin ilk şagirdlərindən biriyəm. Ağdamın elmi və intellektual inkişafı bərpa edilən mədəni irsimizlə də vəhdət təşkil edir. Siniflərdə öyrədilən o şanlı tarix məktəb binasından cəmi bir neçə addımlıqda
Şəhərin mədəniyyət beşiyi sayılan imarət kompleksində birləşir. Pənahəli xanın sarayı və tarixi imarət kompleksi bir memarlıq abidəsi deyil, Qarabağın genetik yaddaşı və milli kimliyin də bərpasıdır. Bu tarixi məkanın yaddaşının qorunmasında, irsinin qorunmasında pay sahibi olmaq mənim üçün sözlə ifadə olunmayacaq qədər həm qürurlu, həm də dəyərli bir hissdir. Bugünkü fəaliyyətimiz bu tarixi məkanın qorunmasında, eyni zamanda tanınılmasında, ziyarətçilərə əlçatan şəkildə təqdim olunmasından ibarətdir. Ağdamda mədəni inkişafı tamamlayan ən mühüm amillərdən biri də güclü iqtisadiyyatdır. Aparılan quruculuq işləri nəticəsində yeni məşğulluq imkanları yaradılır. Bu mənada Ağdam Sənaye Parkını, bu qədim yurdun döyünən iqtisadi ürəyi də adlandırmaq olar. Ağdam Sənaye Parkı ölkənin ən iri sənaye zonalarından biri olmaqla yanaşı, regionun iqtisadi inkişafına mühüm təsir göstərir. Onu da qeyd etmək istərdim ki, hazırda burada 1000-dən çox yeni iş yeri yaradılıb və layihələr çərçivəsində 2596 nəfərə qədər yeni iş yerinin yaradılması nəzərdə tutulub. İşə qəbul zamanı əsasən Ağdam və region əhalisinə üstünlük verilir ki, bu da bölgədə məşğulluğun əhəmiyyətli dərəcədə artmasına müsbət təsir göstərir. Bizim müəssisədə 30-dan çox işçi var və onların böyük əksəriyyəti Ağdamın keçmiş məcburi köçkünlərdir. Hal-hazırda onlar da bizdə daimi işlə təmin olunublar və artıq 2 ilə yaxın işi çalışırlar və belə deyim, çox şaddılar. Həm öz vətənlərində, həm doğulub boya başa çatdıqları Ağdamda işləyirlər, eyni zamanda da belə deyim, müəssisəmizin fəaliyyətində öz bilik və bacarıqlarını artırılması ilə göstərirlər. Eyni zamanda Başkərvənd və Eyvazxanbəyli kəndlərində də geniş miqyaslı tikinti və yenidən qurma işləri aparılır. Bu ərazilər artıq yeni həyatın qurulduğu, insanların öz doğma torpaqlarına qayıdaraq gələcəyini yenidən inşa etdiyi məkanlara çevrilir. Ağdam rayonunun Başkərvənd kəndində geniş miqyaslı tikinti layihəsi həyata keçirilir. Ümumilikdə layihə 476 hektardan çox ərazini əhatə eləyir. Burada 1245 fərdi yaşayış evi inşa olunacaq. Başkərvənd kəndində birinci mərhələ üzrə 202 hektar ərazidə 851 fərdi yaşayış evi inşa olunacaq. Kəndə yalnız evlər deyil, sosial infrastruktur da həyata keçiriləcək. Ağdam rayonunun Eyvazxanbəyli kəndi ərazisindəyik və Böyük Qayıdış proqramı çərçivəsində ərazidə geniş tikinti layihələri icra olunur. Geniş miqyaslı quruculuq işlərinin ən qürurverici tərəfi isə odur ki, Başkərvənd və Eyvazxanbəyli kəndlərində ucalan hər bir tikilidə, salınan hər bir küçədə Ağdamlıların zəhməti var. Bugün həmin torpaqlarda çalışan insanların böyük əksəriyyəti məhz bu yurdun övladlarıdır. Onlar sadəcə evlər tikmir, öz yurdlarını yenidən qurur, əllərindən alınan, yarımçıq qalan talelərini yenidən yazırlar. Məhv edilmiş keçmişin yerində indi daha möhkəm, ümid dolu gələcək inşa olunur. Mən bu kənddə böyümüşəm, bu kənddə yaşamışam. İndi də Allah prezidentimizin canı sağ eləsin, bizə belə yaxşı evlər tikirlər. Biz də bu gəlib bax, özüm öz kəndimdə işləyirəm. Şükür bu evdən də, yəni mənə də ev düşəcəkdir. İnşallah salamatçılıq olsun. Qarabağın dürbər gülşələrindən biri olubdur Ağdam. Ona görə də mən bir Ağdam sakini kimi yenə fəxr edirəm ki, Ağdamı bundan da abad görməyimə çox sevinirəm. Çünki bugün öz torpaqlarımızda sakinlərimizin evlərinin tikilişində iştirak edirik. Bir Ağdam sakini kimi arzum olub ki, həmişə bu işlərdə iştirak edəyəm. Şükür bu günə ki, bu gündə iştirak eləmişik. Odur ki, Ağdamın hər qarışında, məktəbindən sənayesinə, mərkəzindən ən ucqar kəndlərinə qədər sarsılmaz iradə, yenilməz ruh hökm sürür. Bu torpaqda ucalan hər bir divar, qurulan hər yol, yanan hər çıraq qalib xalqın əzminin nümayişidir. Başqa sözlə, pəncərələrdən içəri süzülən işıq təkcə bir evin yox, bütövlükdə Qarabağın dirçəliş səlnaməsinə çevrilib. Bu isə o deməkdir ki, Ağdamı indi daha nurlu, daha parlaq gələcək gözləyir.
Cavid İmaməliyev, Hüseyn Bağırov, Real.